Azərbaycanda futbol yoxdur deyib ağız dolusu danışanların heç biri bu oyunun yükünü çiyninə götürməyib. Futbolu yaşatmaq üçün heç nə etməyənlər bu oyunun ölümünü müzakirə etməyə başlayıb. Ömründə bir dəfə stadiona ayaq basmayan adam Azərbaycan futbolunu dəyərləndirəcək mövqedə deyil. Meydana çıxan futbolçuya arxa çevirib, ekrandan baxaraq hökm verənlərin tənqidi boş səslənir. Əvəzdən salmaq asandır. Lağ etmək, alçaltmaq, yerin dibinə soxmaq daha da asandır. Xarici klublara gözünü dikib doğma meydanı görməyənlər bu oyuna sevgi göstərmir. Hazıra hazır olanların, zəhmətə qiymət verməyənlərin səsi çoxdur. Uğur axtaranlar zəiflik görmək istəmir, amma futbol zəhmətdir, dözümdür, mərhələli irəliləyişdir. Futbol sədaqət istəyir, mövsümü yox, daimi dəstək tələb edir. Bu xalq öz futboluna sahib çıxmadıqca heç nə dəyişməyəcək. Boş tribunalar futbolu çökdürür, susqun tamaşaçılar oyunu dəyərdən salır. Birlik olmadan heç bir klub, heç bir komanda addım ata bilməz. Bu oyun meydanda tək başına qazanılmır. Arxasında xalq durmayanda futbolçu da yorulur, meydanda dayanır. Kənardan ağıllı görünmək üçün bizdə futbol yoxdur demək asandır. Amma bu cümləni deyənlərin heç biri bilet növbəsində dayanmayıb. Formaya pul xərcləməyib, tribunada durub dəstək verməyib. Meydanda tər tökənlərə yuxarıdan baxanlar, əlləri cibində qınamağa qalxanlar bu oyunun yükünü daşımayıb. Azərbaycan futbolunu aşağılayan hər kəlmə bu oyunu qurmağa çalışanların zəhmətinə dəyən zərbədir. Hər səssiz oyun, hər boş tribunada görünən loqotip bu xalqın öz dəyərinə arxa çevirməsidir. Bəzilərinə görə danışmaq asandır, daş atmaq daha da asan. Amma bu oyunu yaşatmaq çətindir. Qışda tribunalarda oturmaq çətindir. Komanda uduzanda yanında qalmaq çətindir. Zəiflik görüb susmamaq, üstündən xətt çəkməmək çətindir. Futbolu yıxan futbolçu deyil, futbolu yıxan azarkeşsiz tribuna, sevgisiz meydan, lağla dolu dil, səssiz xalqdır. Azərbaycan futbolu ayaqda qalacaqsa, bu yalnız insanlar sayəsində olacaq. Dəstək olmayanın sözü yük deyil, kənardan daş atanın fikri dəyərli deyil. Öz futboluna arxa çevirənlərin hökmü heç nəyi dəyişmir. Bu futbol yaşamalıdır, bu futbol ayaqda durmalıdır. Çünki bu futbol bizimdir. Vaxt ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz.